Dəstəmazı və qusulu iki şəkildə almaq olar, iki keyfiyyətdə. Biri tərtibi şəkildə, biri də irtimasi şəkildə. Dəstəmazın tərtibi keyfiyyətini dedik. Amma irtimasi dəstəmaz necə olur? İrtimasi dəstəmaz bu qaydada alınır. Əvvəl niyyət eləyir insan. Dəstəmaz niyyəti həm tərtibidə lazımdır, həm irtimasi dəstəmazda. Sonra hovuz, su dolu hovuz və yaxud vanna, böyük su dolu qablar o qədər böyük ki, insanın üzü, əli ora daxil ola bilsin. Birinci üz yuyulur. Üzü suya daxil eləyirlər alın tərəfdən və çıxardırlar alın tərəfdən. Bu cür ki, su üzün hər tərəfini əhatə eləsin. Və yaxud da üzü suya salır, orada biraz təkan verir, sonra alın tərəfdən üzünü çıxardır. Yəni yuxarıdan aşağı tərəfə çıxartmaq şərtdir. Qollarda da bu qaydada. Birinci sağ qolu daxil eləyir dirsəkdən suya. Daxil eləyib, gərək dirsək tərəfdən çıxartsın. Və yaxud da suya daxil eləyir bir kərəmlik, ondan sonra dirsək tərəfdən çıxardır. Sol qolu da bu qaydada. Ya dirsək tərəfdən daxil eləyir suya, dirsək tərəfdən çıxardır, tam. Ya da ki, suya daxil edir, tamamilə suya daxil edir, dirsək tərəfdən başlayır çıxartmağa. Ayətullahul Uzma Seyyid Əli Xameneyi, Allah hifz eləsin, əziz rəhbərimiz buyurur ki, qolları yuyanda o niyyət öz yerində, bir də dəstəmaz qəsdi ilə qollarını sudan çıxartmaq burada lazımdır ki, məs çəkəndə bu düz olsun, məshə təsir olsun. Sol qolu sudan çıxardanda bu qaydada da eləmək olar. Yəni sol qolu sudan çıxartdıq, suyu sağ əlimizlə sol qolumuza yayıb, sonra məshə başlaya bilərik ya da heç bunu etməmək də olar. Buna heç ehtiyac da yoxdur. Bu irtimasi dəstəmazda da tərtibi dəstəmaz kimi birinci dəfə vacibdir yumaq, İkinci dəfə müstəhəbdir, üçüncü dəfə olmaz. Üçüncüsü qadağandır, elə tərtibidəki kimi. Bir də bu irtimasi dəstəmazı tərtibi dəstəmazla qarışdırmaq olar. Yəni insan edə bilər bəzi üzvlərini, məsələn üzünü irtimasi yusun, qollarını isə tərtibi yusun və yaxud da tərsinə. Yəni bu irtimasi dəstəmazla tərtibi dəstəmazı qarışdırıb tərkib etmək olar, caizdir yəni. Salavat Peyğəmbər, Ali Peyğəmbər.